18'in varsa, bu sənin xərçəng olduğun mənasına gəlməz. Bunu düzgün başa düşməyi istəyirəm. Yəni, digər şuşların negativdir. Sadəcə 18 gəlib. Uşaqlıq boynun təmizdir. Yəni, əgər uşaqlıq boynunda yara və ya pap testində hər hansı bir hücrə dəyişikliyi gələrsə, hal-hazırda pap testin çıxmayıb. Sadəcə səni qorxutduqları üçün tək bir analizlə bizə başvurmusan. Bəli, pap testini gözləyəcəyik. Pap testindəki dəyişikliyə görə lazım olarsa sənə kolposkopi edəcəyik. Normal müayinədə uşaqlıq boynun təmizdir. Heç bir yara, qızarıqlıq və ya bizə şübhəli gələn hər hansı bir alan görmədik. Ona görə nə edəcəyik? Pap test cavabını gözləyəcəyik. Əgər pap testdə hər hansı bir şübhəli hüceyrə gələrsə, onun üçün kolposkopi edəcəyik. Kolposkopi sırasında şübhəli alanlar gələrsə, o zaman biopsi alacağıq. Əgər biopsiniz təmiz gələrsə, sizi sadəcə nəzarətdə tutacağıq. İstər HPV-niz olsun, istər HPV-niz olmasın, ildə bir screening dediyimiz pap test bütün insanlar üçün önəmlidir. Yəni, bütün qadınların, bu dünyanın qoyduğu bir qanundur. Bütün insanların ildə bir, daha doğrusu xanımların ildə bir uşaqlıq boynundan pap test dediyimiz bir yaxmadır bu. Sadə bir yöntəmdir, ağrısızdır, verməsi lazımdır ki, biz uşaqlıq boynunda hər hansı bir hücrə dəyişikliyi varsa, onu öncədən görək və tədavi edək. Lazımdırsa biopsi edək. Çünki ildə bir bu test və ya il yarımda 2 ildə bir bu test olunmazsa, o zaman nə olar? Əgər hücrə dəyişikliyi varsa, 5 il sonra, 3 il sonra bu uşaqlıq boynundakı adenokarsinom dediyimiz uşaqlıq boynu xərçənginə gedə bilər. Amma yenə də deyirəm, özünüzü əgər siz düzgün nəzarətdə olarsınızsa, baxın, heç HPV-si olmayan biri bilə uşaqlıq boynu xərçəngi ola bilər. HPV-niz var deyə uşaqlıq boynu xərçəngi sadəcə olacaq mənasına gəlməz. HPV-si olub da ömür boyu uşaqlıq boynu xərçəngi olmaya bilər, amma HPV-si olmayıb başqa bir səbəbdən uşaqlıq boynu xərçəngi ola bilər. Bunu düzgün başa düşməniz lazımdır. HPV nə deməkdir? HPV insanlarda uşaqlıq boynu xərçənginin niyə uşaqlıq boynu xərçəngi olunur? Bunların səbəblərindən biri HPV-18-dir. Amma HPV-18-iniz var deyə uşaqlıq boynu xərçəngi olacaqsınız mənasına gəlməz. Özünüzü psixolojik etkiləməyin. Yaxşı?